Doktor, xərçəng cinsiyyət seçirmi? Yəni qadınlara xas olan xərçəng növləri hansılardır, kişilərə xas olan xərçəng növləri hansılardır? Əslində statistikaya görə hər iki cinsdə döş vəzi olsa da qadınlarda daha çox süd vəzi xərçəngi rast gəlinir. Amma kişilər bundan belə deyək sığortalanmayıb. Az faiz olsa da kişilərdə də döş vəzi xərçəngi rast gəlinir. Ağciyər xərçəngi statistik olaraq daha çox kişilərdə rast gəlinir. Amma qadınlarda da xüsusilə son dönəm artmaq üzrədir. Ağciyər xərçəngi qadın xəstələr arasında da sayı yüksələn bir xərçəng növüdür. Mədə-bağırsaq xərçəngi isə hər iki cins üzrə 3-cü yerdə demək olar ki, bərabər paylanmış bir xərçəng növüdür. Sırf cinsi xüsusiyyətlərinə görə bəzi xərçənglər isə yalnız kişilərdə rast gəlinir. Seminomalardır, prostat xərçəngidir. Cinsi spesifikliyə görə bəzi ginekoloji xəstəliklər də məhz qadınlarda rast gəlinir. Bu şəkildə cinsi xüsusiyyət cinsə görə spesifik xəstəlik növlərində fərqlənsə də hər iki cinsdə rast gələn xərçənglərdən zərərli vərdişə görə kimdə çox, kimdə az rast gəlməsi fərqlənə bilər. Yəni, zərərli vərdişi çox olan bir qadında ağciyər xərçəngi çox rast gələ bilər. Halbuki hər iki cinsdə rast gəlinən xəstəlikdir və yaxud da ki, davamlı qidalanma pozuntusu olan, Helicobacter pylorisi pozitiv olan, bəslənmə vərdişləri qaydasında olmayan bir kişidə də mədə xərçəngi daha tez rast gələ bilər.